Salam, salam dostlar. Bugün FC 25'te Mahir Emre kariyer moduna başlayacağıq. Mən artıq hazır etmişdim. İşi hazırdır. Deməli, necə başlayacağıq? Bildiyiniz ki, FC 25'te Azərbaycan liqası yoxdur. Onun üçün Mahiri Legiyadan başlayacağam. Legiyadan. Sırf ki, Qarabağdan hansı kluba ki transfer olmağa başladı. Legiyadan Avropaya açıldı, belə deyək. Oradan başlayacağım. Hədəf Mahirlə Timur liqası qalib olmaq. Real Madriddə oynamaq, görək alındıra biləcəyik. Deməli, indi burada belə deyək də, hələ ki liqa öncəsi hazırlıq maçlarıdır. Burada belə bir şey var. Hedeflərə göz at. Hedefləri gözdən keçir. Deməli, sezonda hansı kluba getmək istəyirsən? Önərilər hələ ki mənə görməyib, sənin seçmək istədiyin var. Bu da mövcud hazırda şey deyil, Legiyada oynayır. İnşallah bu videonu yerləşdirəcəm YouTube'da. Yorumlarda qeyd edirsiniz ki, məsəl üçün sonraki hədəfimiz hansı klub olsun, gələcəksin. Amma ki, birdən belə Real Madrid falan belə şeylər də deməyin də, çünki biraz realistik olaq. Başqa deyəm, İtaliya məsəl üçün Fiorentina, Almaniyada Stuttgart falan belə klublar. İngiltərə 2-ci liqası Hull City'də falan. Deməli, başlayırıq. Görək ilk oyunumuz necə olacaq. Sonra da oyuna daxil oluruq. Mahir Emrəli ilk oyununa çıxır, hazırlıq oyunumuzdur. Baxaq görək necə olacaq. Mahir haradadır? Hə, buradadır. Kimlə oynayırıq? Kayserisporla. Atlatır banka baxa, qəşəng. Oyun Allahsın dəqiqəsi. Qəşəng pas Mahir. Mahir qaçır, Mahir. Bir dənə ara pas. Bir dənə verdi bura, bax. Qəşəng. Mahir səndə. Zərbə. Oy, ilk oyunda ilk asistimizi eləyə bilərdik. Alınmadı. Ay, qəşəng. Açıldı pas. Baxaq, alınmadı. Kayserispor hücumu. Hücum, Mahir. Hangi hedefini qoyub bizə baş məşqçi bu oyunda? Deməli, maç reytingi 6-8, hələ ki yaxşı, yəni belə olmalıdır. Gol atan şut ortalaması, rakip yarısı bir bunu eləmir, gol atan şut ortalaması başa düşdüm. Hələ ki yaxşıdır. 6-8-də maç reytingi var. Kayserispor hücumu. Top. Qəşəng. Hədəf deməli Real Madrid. Sonda Real Madrid gedəcəyik biz. Və Çempionlar Liqasının finalında oynamaqdır. Niyə də olmaz? Mahir cinahdır əli, Mahir. Sən də nə elədi Mahiri? Kayserispor hücumda. Qəşəng. Bax Mahirə gör. Mahir sən. Ay sən Mahir. Qəşəng. Mahir. Cinaha. Ay gözəl pas abratdı. Offside. Çalışacağım videona dəqiqələrini harasa 30-40 dəqiqə deyirəm. Hər oyun hər yayımda daha doğrusu 3 oyun oynayacağım. Qəşəng. At. Əla Mahir. Bir də sən də gözəl. Qəşəng pas idi. Dəyərləndirmək lazımdır bunu. Oy, qəşəng Mahir. Qəşəng ver. Zərbə. Qəşəng atdı.
O, qəşəng. Mahirə. Qəşəng. Hə Mahir. Lan görməsin. Qəşəng Mahir. Oy, o da məni gördü. Paslaşdıq. Hücuma. Mahir yür. Mahir. Görün də bunu da. Arxamda spikerin səsini biraz artırır. Tam almış ama atılıb desəm. Azarkeşdən səsi qorxulmuşam. Qəşəng! Mahir gelir! Davay Mahir! Bir dənə klasik hərəkət. Az kalmıştı ya. Aha, devam edirik. Haradasın Mahir? Ha. Arada droplar olur. O bilmirəm proqramdan da yoxsa OBS-dəndir. Onu bilmirəm. Amma bu arada retqallar da olur. Mahir. Bir müddət sonra inşallah çalışacağam. Belə deyək də. Üzümü də göstərim videolarda. Nələ ki belə başlanğıc görək necə anladıq. Mahir karyerası. Sonra başqa oyunlar, hekayəli oyunları təbii ki oynayacağıq. Last of Us. Mən ən çox xoşladığım oyunlardan biridir. Hələ də oynayıram. Onu da tək ki paylaşacağım. İlk oyun baxaq görək necə nəticələndi. Hədəflərə yaxın olmuş, yoxsa yox. Bu niyə belə geçsin? Hələ ki bu sezon öncə hazırlıq oyunlarıdır. Amma yox, yaxşı oynamış, pis deyil. Sezon öncə hazırlıq oyunlarıdır. Görək sonra necə olacaq. Bizə əsas lazım ki ilk 11-ə düşək və sonra da irəliləyək. Bizə əsas lazım olan budur. Növbəti oyun. Oyun tarzı. Oyun tarzı atamaları. Oxşuyum ayrı. FC25 Mahiri oxşadı. Sonra Mahir nə var? Kuvvet düşdü. Mahirdə var kuvvet düşdü. Uzaqdan sevirəm. Sən neçənci idi? San Marino yoxsa Bakı bəstəliyinə səhvləməmizə varsa olmasın, belki 65'dən gözəl bir zərbə endirmişdi, gol vurmuşdu. Yoxsa Lüksemburg idi, yazından çıxıb. Alçaqdan şut. Bu da var. Hələ ki bu antrenmanları bunları indirilməyəcəm. Çünki video çox uzun olacaq. Və ya silərəm. Menajerdən mesaj var. Nə deyir? Bir kariyer inşa etmək, fırsatları değerlendirməkdən keçər. Yükselişdə olan bir kulüp daha iyi maaş və belə təklif gəldi bizə. Bu menajerin mənə məsləhət gördüyü klublar, belə deyək. Bu Almanya neçənci liqasıdır bu? Bundesliga 3-dür, 2-dir, 2-ci liqasıdır. Genkdir, səhvəmizə yox, ya Belçika liqası olmalıdır.
Belçika liqası, Genk Belçika liqası normaldır. Bundesliga 2 klub. Genk yoxsa Paderborn. Bu klublardır. Amma burada belə bir şey var. Hedef klubdur, özün də istəyir. Tutaq ki, məsələn, hedef edirəm ki, mən bu sezon axıra məsələn, Fenerbahçe vaxtı Qalatasaraya gedərəm. Belə şey də ola bilər. Bunu da yorumlarda qeyd edərsiniz. Hələ ki bunu seçmirəm. Hələ ki bunu seçmirəm. Fürth də Almaniya klubu olmalıdır. Maç üçün yenə sonradan oyuna daxil olub 57-ci dəqiqədə 1-0-da uzuruq. Görək oyuna daxil olub nələr edə biləcəyik. Aha. Getdik. Nə maraqlı legion forması var. Qəşəng. Hücuma çıxırıq. Yoxsa yox. Ay. Saçdım. Pas ver. Aradan pas ver Mahirə. Mahir. Baba boşaq qəşəng. Sən də ver. Sən də ver. Ay səni qəşəng. Ha. Qəşəng Mahir, gözəlsən. Müdafiə hücuma getdi. Qəşəng, Atçını, oy qəşəng pas, hücum. Bax, at qabağıma. Atı sənə, sənətdə qorxusu yoxdur. Qəşəng, Mahir. Gol! Ay səni gol! Ay. Ay elə bir gol olacaq. Bir oyun oynadıq. İkinci oyunda bunu da bir yanda oynayacağım. Əsas liqaya hazırlıq deyil. Ki biz indi nələr etməliyik ki liqada Polşa liqası başlayanda artıq ilk 11-də yerimizi alaq. Bizə lazım bu il Polşa liqasında həm yaxşı oynayaq, həm də Avroligada verdim pası. Qəşəngsən Mahir! Sən də ortaya. Baba Mahir'i gör. Mahir! Eysta! Replik var ya. Sən ayağın əyridir, həmin söhbətdir. Ay Mahir. Qəşəng! Mahir! O verdin silah. Qəşəngsən! Abratdır! Qəşəng Mahir! Ay qəşəng! Ay sən amma offside. Həmişə kamera belə qalxanı bilir ki offside. Ay sən amma aslında gol gəldi. Ay səni. Almanların hücumu. Almanlar Polşa Allah. Mahir. Ay imkan yok qapdı çıx. Allah. Ay Cını hatır. Oy səni az qalmışdı. Bir Mahirə. Qəşəngsən. Oy səni Mahir. Almanlar hələ ki bizə sıxır. Bircə qol vursa, yaraq da asist. Əla olar, əla göstərici olar. Mahir. Qəşəng. Qəşəngsən Mahir. Oy qəşəngsən. Gördün? Oy səni. Atla. Mahir. Davay Mahir. Oy səni. Çox az qalmışdı. Adrenalin tavandadır. Ha. Qəşəng. Götürdü Mahir.
Əla. Bir dənə aradan at. At aradan. Qəşəngsən Mahir. Əla. Pas. Qəşəng. Çıxdıq. Bir dənə aradan. Qəşəng Mahir doy. Ay səni Mahir klasını göstər də. Sən dəqiqədir. Ay daş olub, bir dənə asist, bir dənə qol, şərait yaradaqda bir-birimizə. Verdin, qəşəng Mahir. Bir dənə at kimi qaçsan. Verdin, qəşəng Mahir, 1-2. Mahir, getdin Mahir. Bir dənə topu çək. Qəşəngsən Mahir. At ona. Əla. Vay, o burada. Ne gözü döyüb baxırsan burada? Qəşəng. Özü nə Mahir? Bir dənə klas hərəkəti gözəl. Qəşəng. Atdım, qaçdım. Ora yox. Oyun pisi. Sən də gördü bizi. Ora yox, bu tərəfdə. Ay sənin. Əla. Mahir. Baba cinaha qəşəngsən Mahir. Ulan hamısı. Bir dənə də Mahir. Son dəqiqə. 92-ci dəqiqə. Mahir. Son dəqiqə qolu. Mahir əmlədi. Əla. Süper. Mahir ne yapıyor böyle? Əlasan Mahir, əlasan, sezon öncəsi hazırlıq oyunda möhtəşəm Mahir. Qəşəng oldu, tam vaxtında, son dəqiqəli. Bu bizi tam ilk 11'ə soxur da. Başqa variant yoxdur. Sezon öncəsi ilk 11'ə. Gəlsən bu stadion Borussia Dortmund stadionudur. Gəhdək Borussia Dortmund olmasın bu sezon sonu. Qəşəngsən Mahir, əla, gözəlsən Mahir. Səninlə çempionlar liqası götürəcək Mahir. Hədəf Real Madrid. Kral klubunda oynamaq. İngiltərə liqası sit dönüyor amma baxacaq da. Görək nə edirik. Dəstək olun uşaqlar, dəstək olun. Abunə olun, yorum yazın. Like atın. Görək nə edirik. 3-cü oyun. Kimlə oynayırıq? Under. Bu da Alman klubu olmalıdır. Beyaz klub. Felix Davidson tarafından göndərilən yeni posta görə nə deyir? Geçən gün senin maçı görmək harika idi və hər şeyin yolunda olması sevindim. Ege başa yaptığın anlaşma gələcəyi Almanı sağlayacaq. Ancaq kariyerinin bu dönemlerinde parayı biraz daha işleterek kazanç sağlamaq iyi bir fikir olabilir. Banka hesabı yüksək məbləğdə bir qismiylə yatırım yapmaq sənədə hər öz xeyrin güdürlər. Deyir ki, şunu topaz oynadı. Telefon alaq da. Tutlardı. Bir tane pulumuz vardı, onu da verdik. Tək orada. Çünki yəni baxım görüm. Şimdi bu transfer. Yəni bu da rəsmləşdi. Volham falan. Böyle şey açsam var. Təqvimə baxa görək liqa açsam başlayır. Depresman. Bu axırıncı oyun. Ondan sonra şey deyəcək. Porsche liqası başlayacaq. Onda gəlin belə eləyək də. Bu axırıncı oyunu tarafsız dostsuz maçı. Yox, onu da yaxşı oynayacağam. İnşallah o liga oyunlara gələn videoda. Gələn videoda liga oyunlara başlayacaq. Əla. Bunu da oynayaq. Çəkim yayınlayaq, paylaşın. Abunə olun inşallah. Abunə dəstək olun, maraqlı olacaq. Gələcək daha maraq videolar gələcək. İlk videomda dəstəyinizə çox ehtiyac var. Yenə Mahir. Deməli, hedef maç reytingi 6.5 olmalıdır. Rakib yarı sahada bir dənə pas verməliyəm.
Ceza sahəsi dışına ən azı bir qol at. İşte at da səndə. Ceza sahəsi dışına bir dənə qol at. Yəni halva da elə bir ki. Sən Arda Güler eləyə bilir. Bizdən. Gör nə istəyir. Qəşəng. Qəşəng Mahir. Eski təndi Mahir. Bir dənə aradan pas ver Mahir. Ay səni Makoş. Pas. Aa, niye indirsən? Allah sakin olsun. Niye indirsən sən? Niye indirsən sən? Joelton. Qəşəng Mahir. Bir dənə klas hərəkət. Ey. Qəşəng. Yo qapçımız. Aa, Leci artıq qırmızı olub bir dənə. Sənə fikir vermirdi. Mahir. Klasarıq qəşəng Mahir. Qəşəngsən Mahir. Qəşəngsən. Ay sən Mahir. Qəşəngsən Mahir. Mahir Hasan hərəkət. Driblinglərlə möhtəşəm qol. Heç inanmırdım, demişdi ki Məhdin dediyini ki artıq elədik, ceza sahəsi dışından bir dənə qol atdı. Allah, süper. Senara yazsan belə alınmazdı. O cür bir qol. Möhtəşəmsiz uşaqlar, möhtəşəmsiz. Üçün qəşəng. Aa, bu niyə vurur axı qabağa? Allah səni saxlasın. Oğlum, nə xəbərdir? Ha, imkan vermeyin. Mahir bir dənə ağ səni Mahir. Allah, bu nasıl istek? Qəşəng. Qəşəngsən. Mahir sən də atılıb bir dənə qol, bir dənə asistın var Mahir. Oy, səni kral Mahir. Oy səni Mahir. Ay. Partladırıq bu oyunda. Partladırıq. Bildiyim partladırıq. Mahir Legion çox pis ayrılmışdı, amma biz çalışacaq elə olmasın. Sezon sonu kimi burada qalacaq. Yəni yarı sezon ayrılmaq fikrim yoxdur. Sezon sonu dəyərləndə görə hansı klubun təklif var. Bir də biz hara gedə bilərik. Məhdinin də fikirlərinin dəyərləndir. Xaşəm video baxıb deyərsiniz də. Və menejerimizin bizə məsləhət görüb, pardon istəyəcəsə Almanya klubu. Bir də Genk var idi, Beyskov. Oraya gedək. Bir də özüm biz bir klub hədəfləyək, oraya gedək. Mahir. Yox, qəşəng. Qəşəngsən, amma işte qəşəng deyilsən. Ay səni. Mahir. Silahdır əli Mahir. Qaşay. Davay. Mahir kimi. 78'dir. Oynayın inşallah. Oynayın dribbling. Pressing daha doğrusu. Ha. İmkan verme. Qapçı qoyma. Oy imkan vermeyin. Bax indi vur qabağa deyil, bəyəxdən zırt olan ki vurursan qabağa ancaq. Başlayın. Baba çıxdıq, sən atmalısan, başqa variant yoxdur. Qəşəngsən Mahir. Qəşəng. Mahir sən də silahı. Allah 1-2. Oyna. Allah. Ay sən offside imiş.
Hayda. Son dəqiqə. Son dəqiqə qəşəngsə. Bir asist. Ay ay ay. Ay səni Mahirovic. Mahirovic. Qəşəngsən bu nə? Mahir. Davay da. Pas ver. Qəşəng. Ha Mahir. Verdin. Asist. Ay səni. Vay olmalı bu da. Ona 9 rating deyiyor. 9 rating. Süper. Süper. Məncə gələn sezon ilk 11-də olacaq məncə. Pas. Əla Mahir. Bir dənə Mahir. Axırıncı dəqiqə. Aşağı top kaybı. Zaman rating düşmədi aşağı. 90+2. Ver son dəqiqə gedəyim Mahirlə. Nə? Zədələnmiş hə? Sezon öncəsində zədələnmə. Bizə bir haberin var kişi. At da. At. Qəşəngsə Mahir. Yenə son dəqiqə. Ay. Amma 10 nəfərdə Mahirin qoluyunu al. Qələbə qazandıq. Qəşəng Mahir, qəşəng Əmrəli. Əla, bütün komandını təbrik edirlər. Süper. Sadəliklə qardaş ki, sağollaşır da. Sadə olan da Mahir. Və maç reytingi 9.8 maç reytingi. Süper. Başarılı pas 5, oynanan dakika 32 dəqiqəyə 9.5 gol da 1. Süper. Sezon sonu top təşkil. Və az qalıb belə deyim də ona biraz da olsa ne olacaq ilk olma olacaq. Yeni mesajımız. Seninle gurur duyuyorum. Sezon oyuncusu olmakta da harika bir başarıdır. Artık sezonda hep belirlemez. Ancak bir sezon oyuncusu olamamış. Bunu gelmedi. Maçını almaya gidiyorum.